İlham Əziz, bahar xəstəliyi, hekayə. 7 ildən sonra Rusiyadan evə qayıdırdım. Qatar səhər Bakıya çatanda hardasa saat 8 olardı. Vağzalda məni qardaşım Rəşad gözləyirdi. Onu peronda görəndə az qala tanımadım. Saçları çallaşmışdı, biraz da kökəlmişdi, getdikcə atama oxşayırdı. Eynək taxırdı, deyəsən bahar xəstəliyi hələ də sağalmamışdı. Görüşdük, hal-əhval tutub maşına tərəf addımladıq. Hara gedəcəyimizi soruşdum, dinmədi. Mən də üstünü vurmadım. Biz iki qardaşıq. Mən ailənin ilk övladıyam. Aramızda 4 yaş fərq var. Uşaq vaxtı heç nədən Rəşadı elə hey döyürdüm. Qabağımı qatıb qovurdum. Çünki Rəşad ağıllı, tədbirli, düz danışan uşaq idi. Bu da məni cin atına mindirirdi. Gizlində tutub onu döyəndə üzümə qayıtmır, sakitcə ağlayır, balaca yumruqlarını sıxır, ağız burnunu əyə-əyə gözlərinə vurdu. Gözlərini o qədər ovmuşdu, axırda bahar xəstəliyinə tutulmuşdu. Xəstəliyin adını ilk dəfə eşidəndə sevinmişdim. Elə bilirdim bahar adında xəstəlik adamı kör eləməz. Bizim uşaqlığımız çətin keçmişdi. Atam orta məktəb müəllimi olduğu üçün maaşı evi dolandırmağa bəs eləmirdi. O da bibimin əri İdrislə Krıma nar satmağa gedirdi. Atamdan eşitmişdim ki, orada narın dənəsi 5 manatdır. Bunu biləndə ərinməyib həyətimizdəki nar ağaclarını saymışdım. 49 nar ağacı. Atam narın hamısını Krıma apara bilsəydi, ömürlük kasıblığın daşını atardıq. Atam Krıma gedəndə dolanışığımız çətinləşirdi. Ümidimiz həyətdəki heyvalara qalırdı. Anam heyvaları bazarda satıb, atam gələnə kimi bizi bir təhər keçindirirdi. Satdığı heyvaların pulunu sayanda əziyyət çəkirdi. Çünki əli pul görməmişdi. Pulları yan-bayan düzüb hesablayırdı. Atam gələndə bizə həm də əyin baş alıb gətirirdi. Bir dəfə Rəşada aşırmalı şalvar, mənə də cins şalvar almışdı. Kənddə tək-tük adam cins şalvar geyinirdi. Cins şalvarı ya Rusiyadan alıb gətirirdilər, ya da Bakıda xarici tələbələrdən tapmaq olurdu. Bu da hər kənd uşağına qismət deyildi. Rəşadın pal-paltara marağı yox idi. Təzə şalvarıma fikir vermirdi. Bu da məni hirsləndirirdi. Onu qabağıma qatıb şumluqla meşəyə tərəf qovdum. Tutsam möhkəm əzişdirəcəkdim. Meşə ilə şumluğu ayıran balaca kanala çatanda Rəşad tullandı. Mən tullananda kanala düşdüm. Rəşad suya düşdüyümü görüb dayandı, qayıtdı. Mənə əl uzadıb kanaldan çıxartdı. Təzə cins şalvarım palçığın içində idi. Evə belə getsəm anam bizi öldürərdi. Rəşad şalvarı qurutmaq üçün ətrafdan oduncaq yığıb qaladı. Şalvarı çıxarıb ocağın üstünə tutdum. Rəşad çırpı gətirmək üçün bir də meşəyə tərəf gedəndə gördüm şalvarı qısa, sandal da ayağına balacadı. İndi də yol boyu Rəşadın üzünə baxanda uşaqlığımızdan elə şeylər yadıma düşürdü ki, sonradan baş verən hadisələr mənə aydın olurdu. Qürbətdə olanda Bakıya qayıtmağımı çox düşünürdüm. Qatardan düşəcəm, köhnə iş yoldaşlarım, qrup yoldaşlarım, sinif yoldaşlarım hamı məni qarşılamağa çıxacaq, hərə bir tərəfə çəkəcək, zarafat edib deyib gülüb, qucaqlaşıb sevinəcəyik. İntihası gözlədiyim kimi olmadı. Bakı məni bumbuz, sop-soyuq qarşıladı. Elə Rəşad da. Əhmədliyə çatanda 9 mərtəbəli binanın həyətində maşından düşdük. Rəşad həyətdəki dükandan 2 çörək aldı, bloka girdik. Liftə minən kimi 8-ci mərtəbənin düyməsini bastı. İkimiz də liftin düymələrinə zillənib susmuşduq. Nədənsə söhbət sala bilmirdik. 8-ci mərtəbədə liftdən çıxıb sağdakı tünd qəhvəyə qapıya tərəf getdik. Qapının rəngindən evin kirayə olmadığı bilinirdi. Rəşad zəngi bastı, bizi Rəşadın yoldaşı qarşıladı. Toylarından heç 2 il keçməzdi. Həmin gün Ufada möhkəm şaxta vardı. Atam zəng eləb demişdi ki, qardaşının toyudur, sən də dostlarına qonaqlıq ver. Mən isə qonaqlıq verməyə adam tapmamışdım. Silingər sexinin yanında yatan alkaş başqırtla oturmuşdum. Öz dilimizdə başıma gələnləri danışırdım. O da səssiz içirdi. Danışdıqlarıma fikir vermədən sakitcə içməyi birdən məni özümdən çıxartdı. Durub onun başına bir yumruq vurdum. Onun da başı Rəşadınki kimi bərk idi. İndi qardaşımla yoldaşını görəndə həmin hadisə gözümün qabağından keçdi. Gəlin mənimlə elə bil Bakıda yaşayan qayını kimi görüşdü. Hal əhval tutmamış Rəşadın əlindən çörəkləri alıb mətbəxə keçdi. Rəşad da mənə əli ilə qonaq otağını göstərib mətbəxə arvadının yanına getdi. Bildim ki, məndən danışacaqlar. Bu evdə uşağın olmadığı səliqə-səhmandan hiss olunurdu. Rəşad mətbəxdən əlində çay qayıtdı. Çayı stolun üstünə qoyub dedi: İşdən icazə almışam, qayıtmalıyam. İndi sənə də yeməyə bir şey hazırlayacaq.
Qurcalandı, saatına baxıb qapıya tərəf getmək istəyəndə dilləndim. Gələndə bir dənə Baçaraq alarsan. Cavab vermədi, koridorda ayaqqabısını geyinəndə gözüm rəngli qalstukuna sataşdı. Rəşadı məktəbdə yaxını buraxmazdım. Məktəb stadionunda böyüklü-kiçikli hamı bölüşüb futbol oynayardı, Rəşad isə mənim qorxumdan stadiona yaxınlaşmazdı. Məktəbdən sonra da məhəllə uşaqları ilə oynayar, onlarla gəzib dolaşardım. Rəşadı bizimlə gəlməyə qoymazdım. O da özünə tək adamlıq oyunlar fikirləşərdi. Məktəbimizə gələn fotoqrafın da qənimi idim. Atam müəllim olduğuna görə bizə bir rəngli şəkil havayı idi. Rəşad utandığından heç o bir şəkil də çəkdirməzdi. Amma hər dəfə fotoqraf gedəndən sonra xəbər tutardılar ki, mənim 10-15 şəklim var. Bunları düşünə-düşünə durub pəncərəyə yaxınlaşdım. 8-ci mərtəbədən Xəzər öz ehtişamı ilə görünürdü. Bu yerlərin adamının qürbəti həm də Xəzəri görməyəndə başlayır. Dənizi görən kimi bütün varlığımla doya etmək, bağışlanmaq istədim. Mən elə gəldi ki, Bakıya indi yox, yayda qayıtsaydım, hər şey başqa cür ola bilərdi. Rəşadla Xəzərin qumunda uzanardıq, təmizlənərdik. Doğmalığımızın üstünü örtən hər şey Xəzərin sularında yuyulub gedərdi. Heyf, indi payızdır. Rəşad ara qalmamışdı. Yemək yeyəndən sonra gəlin qabları yığıb bizə pürrəngi çay gətirdi. Rəşad əllərini yumaq üçün hamama keçdi. Pultu götürüb televizorun səsini artırdım. Rus kəndindən bəhs edən köhnə Sovet filmi gedirdi. Rəşad otağa qayıdan kimi kanalı dəyişdi. Çayımızı içə-içə dinməz söyləməz boksa baxmağa başladıq. Bütün axşamı Rəşad məndən heç nə soruşmadı. Nə Rusiya barədə, nə oradakı yaşayışımdan, nə də öz işlərindən bir şey dedi. Hamı Rusiyadan qaydanda ev, maşını alırdı, qardaş bacısına əl tuturdu. Mənsə son illər Rəşadın göndərdiyi pulla donanırdım. Səhəri hamıdan qabaq tiri gözlü açdım. Qonaq otağına keçəndə gözüm komodun tutacaqlarına bağlanmış qırmızı lentlərə sataşdı. Lentlərin qırmızısı hələ solmamışdı. Komodun üstündə 2 açar və futbol üzrə yığma komandanın bugünkü oyununa 2 bilet vardı. Birazdan Rəşad geyinə-geyinə otağa girdi. Salamlaşan kimi, mən axşam saat 10-da futbola gedəcəm. O da atası evinə. Başı ilə o bir otağı göstərib dedi. Sənin nə işin var, harasa gedəcəksən? Bilmirəm, şəhərlik bir işim yoxdur. Deyirəm, bəlkə rayona çıxım. Onda elə birazdan çıxarsan. Rayona taksilər indi 15 manat aparır. Kəndə də təzə yol çəkilib. Dəyirmanın yanında düşərsən, oradan keçən yol maşınlarının birinə minib gedərsən. Deyib cibindən 2 onluq çıxardı və komodun üstünə yan-bayan düzdü. Pullara baxdım, anamı xatırladım. Heç 10 dəqiqə keçmədi ki, Rəşad dilucu sağollaşıb evdən çıxdı. Onun verdiyi pulları götürüb cibimdə qalan rubulların arasına qoydum. Koridora keçib gödəkçəmi götürəndə gəlin otaqdan çıxdı. Nə tez gedirsiniz? Birazdan çıxardınız da, heç olmasa günortanı yeyin. Sağ ol, gəlin bacı. Sizə də əziyyət verdim. Yolum uzaqdır. Daha mən gedim. Gödəkçəmin qabağını bağlaya-bağlaya dedim. Binadan çıxıb siqaret yandırdım. Kəndə səhər-səhər getmək istəmirdim. Amma şəhərdə də veyillənib vaxt öldürmək ürəyimdən deyildi. Həyətdəki dükanın yanında üstündə şahmat olan Jiguli dayanmışdı. Qarnının yekəliyindən pencəyinin qabağı bağlanmayan bəstəboy keçəl bir kişi maşına söykənib siqaret çəkirdi. Yol pulundan əlavə cəmi 5 manatım qalırdı. Fikirləşdim, elə aparsa məni Lökbatana bu aparar. Salam qardaş, 5 manat pulun var, məni Lökbatana apararsan? Kişi siqareti sümürüb kötüyünü yerə atdı. Quruqa, rayona gedəsən? Hə, rayona gedəcəm. Keç otur, siftə səndən.